Salam, hər vaxtınız xeyir uşaqlar. 15 mart 10-cu siniflər üçün OTK-nın təşkil etdiyi sınağın suallarına baxaq. 10-cu siniflər üçündür. 56-cı sualda deməli definition'dır. Burada deməli the state of being whole and not divided. Bütöv, bölünməmiş, integrity. 57-ci sual zamanla bağlıdır. Uzlaşmalara diqqət eləyirik. A variantı keçmişlə indiki bitmiş uzlaşmır. B variantı indiki bitmiş var və sonunda had left var, uzlaşma pozulur. C variantı waited var, amma o tərəfdə has left var, uzlaşma pozuldu. Y variantında da keçmişdə davam edici, orada has realized olmaz, indiki bitmiş olmaz. Qalır nə? D variantı was waiting, realized, had left. 58-ci sualda the exercises is zəm var. Zəm müqayisə dərəcəsinin göstəricisidir. A gedər, B gedər, Y gedər və D variantına baxırıq. Easier, bəli, və bir də did it, bunu etdilər, bizə zərf lazımdır. Easily, bəli, düzgün variantdır. 59-cu sualda əvəzliklərlə bağlı olandır. Mübtəda rolunda, boşluqda görürsünüz, nöqtə var və mübtəda rolunda he gələr. His, him gedər, B, Y, D gedər. Sonra relativity, boşluqdan sonra theory var. Orada isim gəldiyinə görə his olmalıdır, him ola bilməz. Ona görə elə A variantı eləyir. 60-cı sualda passiv və çevrilməyənlər. Passiv və çevrilməyən feillər var da. Məsəl üçün yaşamaqdır, ağlamaq, bax bunların içində gedir. Ona görə 1 ilə 3-ü tulluyuruq. Qalır nə? Yəni, bəli, çevrilə bilmir, istəyir. Onlar istəyirsə 1 ilə 3-ü seçirik. 2 ilə 4 çevrilə bilənlərdir. Ona görə Y variantı düzgün variantdır. 61-ci sualda she made me. Made birinci qrup kateqoriyadır. Özündən sonra gələn feili sadə istəyir. O deyir A variantı. 62-ci sualda mübtəda